Tehran əsas müttəfiqini itirir, 2 ordu hərəkətə keçir. Türk hərbçiləri hansı istiqamətdə addım atırlar? Türkiyə Silahlı Qüvvələrdə məxsus hərbi maşın kərvanının Suriyanın İdlib şəhəri istiqamətində hərəkət etdiyinə dair ötən həftədə sizə məlumatlar vermişdik, dəyərli izləyicilərimiz. Türkiyəli hərbçilərin İdlibə Bab-əl-Hava sərhəd keçid məntəqəsindən daxil olduqları qeyd olunur. Həmçinin Suriya hökumətinə tabe olan silahlı qüvvələr də keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrdə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərləri istiqamətində hərəkətə keçib. Əsas tərəfdarları ilə yaşanan qarşıdurmada artıq 1000-ə yaxın insanın öldüyü və çox sayda yaralının olduğu bildirilir. Suriyadakı vəziyyət necə nəzarət altına alınacaq? Türk ordusunun hərəkətə keçməsi nədən xəbər verir? Politoloq Zeynəl Əmrəliyev deyir ki, Suriyada baş verən hadisələr burada müxtəlif qrupların toqquşması kimi analiz edilə bilər. Birinci olaraq devrilmiş prezident Bəşər Əsədlə bağlı qruplar yeni hökumətin tərkibində təmsil olunmağa çalışır. Həmçinin əllərində olan sərvətlərdən imtina etmək istəmirlər. Əhməd Əl-Şara hökumətində olan şəxslər isə müxtəlif qurumları təmsil eləyirlər. Bunlar təkcə onun öz tərəfdarları deyil. Eyni zamanda Əsədin tərəfdarları da yeni hakimiyyətdə təmsil olunmağa can atırlar. Bu səbəbdən öz güclərini göstərməyə çalışırlar. İkinci vacib məsələ isə İranın buradakı mövqeyidir. Əsəd devrildikdən sonra Tehran bölgədəki ən güclü müttəfiqlərindən məhrum olmaqla bərabər yaxın şərqdəki proksilərinə dəstək göndərmək üçün tranzit yolunu da itirdi. İran Suriyada əlindən çıxan imtiyazları geri qaytarmaq istəyir. Üçüncü maraq qrupu isə Rusiyadır. Və deməli Suriyada xeyli sayda Rus hərbi bazaları var. Onların gələcək taleyi ilə bağlı danışıqlar gedir. Kreml bu məsələdə Əl-Şara hökumətinə təzyiq üçün Əsədin tərəfdarlarından istifadə eləyə bilər. Üsyançıların Suriyadan hava dəstəyi istəməsi və Moskvanın hələ ki sakit qalması bu ehtimalları gücləndirir. Politoloq bildirir ki, Suriyanın bütövlüyü və mövcud hökumətin ayaqda qalması Türkiyə üçün çox vacibdir. Suriya savaşından qalib çıxan ölkə faktiki olaraq Türkiyə oldu. Əş-Şara hökuməti eyni zamanda Səudiyyə Ərəbistan tərəfindən də ciddi şəkildə dəstək aldı və Türkiyə Suriya hökumətinə dəstək göstərməkdə bundan sonra da davam eləyəcək. Böyük ehtimalla yaxın zamanda üsyan yatırılacaq. Çünki həm sayları azdır, həm də bir o qədər də güclü texnikaları yoxdur. Ancaq bu cür üsyanlar Suriya ərazisində zaman-zaman olacaq. Çünki bu ölkədə olduqda fərqli siyasi, etnik və dini qrupların toplaşdığı bir ərazidir. Əsədin devrilməsindən sonra Suriyada qüvvələr balansının pozulması, xüsusilə Tehranın məzhəbə əsaslanan gücünün zəifləməsi və son baş verənlərdə məzhəb, təriqət faktorunun ön plana çıxması və ya çıxarılması bizim üçün bir məsələni aktuallaşdırdı. Azərbaycan İranın boşalan yerini doldura bilərmi? Azlıq olan Nurseyrilərin hakimiyyətə son qoyulmasından sonra Suriyada Şiə məzhəbinə inananların, ona yaxın olanların inanc üzərində narazılıq edəcəyi gözlənilən idi. Xüsusən də İran başda olmaqla Türkiyənin güclənməsini qəbul etməyən qüvvələr bu amildən yararlanmağa çalışması fonunda ixtişaşlar gözlənilirdi. Məsələ Suriyada yeni hökumətin azlıqlara qarşı təzyiqindən yox, bu ölkənin mürəkkəb etnik, dini, məzhəb müxalifətindən qaynaqlanır və münasibətlər sisteminin həssaslığı, xüsusilə 13 illik müharibənin ağır izlərindən sonra ortaq mövqelərin tapılması çətinləşdirdiyi kimi kənar müdaxilə imkanlarını da kifayət qədər asanlaşdırır və müxalifət qrupları seçimlərində etnik, dini məzhəb yaxınlığına üstünlük verirlər. Suriyanın ərazi bütövlüyünü dəstəkləyən və yeni hökumətə ən yaxın ölkə hesab olunan Türkiyənin məzhəb ayrılığını həll etməsi asan deyil. Əksinə Əhməd Əş-Şara hakimiyyətini və Amerikanın dəstəklədiyi məzhəb mübarizəsi kimi təqdim edilən İran bundan qarşı durmanı körükləmək üçün istifadə eləyir və günlərdir ki, biz bunu müşahidə etməkdəyik. Ankara bu prosesdə Bakı amilindən istifadə eləyə bilər. Azərbaycanın mövcud vəziyyətdə nəzəri baxımdan olsa da belə imkanları var. İslamın Şiə məzhəbinin çoxluq təşkil etdiyi ölkədir Suriya. Bu, Suriyadakı məzhəb azlığı ilə inanc yaxınlığını yaradır və vaxtı ilə Gürcüstan və Şimali Qafqaz coğrafiyasının dini idarə etməsində iştirak təcrübəsinə malikdir. Azərbaycan Suriyada daxil olmaqla yaxın şərq coğrafiyasında Qızılbaş irsinin gerçək sahibi kimi əhəmiyyətli rol oynaya bilər. Çaldırandan ayrılmağa səbəb olan amil
Bugün Suriyada birliyi, bütövlüyü təmin edən faktora çevrilə bilər. Türkiyə və Azərbaycan bu haqda düşünməlidir. Davam edirik digər son dəqiqə xəbərlərlə dəyərli izləyicilərimiz. Bu dəqiqə üçün bizə yeni qoşulan izləyicilərimiz var. Hər birinizdən xahiş eləyirəm ki, yayımızı bir dəfə bəyənin və kanalımıza hələ də abunə olmamısınızsa, abunə olmağı da unutmayın. Trump nə demişdisə, onu edir. Günah Zelenskidədir. Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın xüsusilə Ukraynaya təzyiqləri, hərbi yardımı və kəşfiyyat məlumatlarını ötürməyi dayandırması fonunda onun KGB agenti olması, KGB-nin hələ ötən əsrin 80-ci illərindən onu ələ alması iddiaları səslənməkdədir. Bu barədə Axarazaq danışan siyasətçi Natiq Cəfərli iddiaları absurd adlandırır. O xatırladır ki, Trump'ın KGB agenti olması ilə bağlı ehtimallar irəli sürənlər bunu daha çox onun ilk həyat yoldaşına bağlayırlar. Trump'ın ilk həyat yoldaşı 1949-cu ildə o vaxtki adı ilə Çexoslovakiyada doğulan İvana Valniçkova model olub və 1971-ci ildə Avstriya vətəndaşı xizək sürmə instruktoru və Yahudi əsilli Alfred Velkiamla evlənib. Əvvəl Birləşmiş Ştatlar 2 il sonra boşanıb və Kanadaya köçüb. Orada 4 il yaşayandan sonra 1976-cı ildə Birləşmiş Ştatlara geri dönüb. Donald Trump'la tanış olub və onlar 1977-ci ildə evləniblər. Donald və Ivana 1992-ci ildə boşanıblar. Belə çıxır ki, KGB uzun illər Ivananı Trump üçün hazırlayıb. Donald'ı tanımağa başlayanda da boşatdırıbmış. Absurd bir iddiadır. 18 xüsusi xidmət orqanı olan Birləşmiş Ştatlar kimi bir dövlətin başçısı KGB agenti demək qədər absurd heç nə ola bilməz deyə Natiq Cəfərli qeyd edib. Və Natiq Cəfərli deyir ki, Donald Trump'ın ziddiyyətli, bir-birinə uyğun gəlməyən qərarlar verməsi, tez-tez fikrini dəyişməsi haqda iddialar da absurddur. Əksinə Trump hətta seçkidən öncə bugün etdiklərinin anonsunu verib. Hələ 2024-cü ilin əvvəlində bəyan etmişdi ki, müharibəni bitirmək üçün Ukraynaya da, Rusiyaya da təzyiq eləyəcək. Kiyev razı olmasa hərbi və maddi yardımı kəsəcək. Moskva razılaşmasa Rusiyaya qarşı ən sərt sanksiyalar qoyub, paralel olaraq Ukraynaya ən müasir silahları verəcək. Yəni ikili şantaj strategiyasını bir il öncə elan etmişdi Donald Trump. Sadəcə Zelenski və komandası Avropalıların oyununa gələrək onları masaya qaytarmaq üçün ilk hədəf oldu. Moskva ilə ağıllı davranıb Trump'ın təkliflərini geri çevirmədi. Trump seçkidən öncə dəfələrlə Kanada, Meksika, Avropa Birliyi ölkələri və Çinə qarşı tarif artırmaq siyasətini yürüdəcəyini demişdi. İndi də onu eləyir. O ki qaldı ümumi dəyərlərə. Bu bir mifdir. Avropanın maraqları həmişə dəyərlərindən üstün olub. Pandemiya sürəcində isə insan haqları necə zövqlə tapdandığını görmüşük. Birləşmiş Ştatların vitse-prezidenti Vance Münhendə açıq dedi ki, bizim dəyərlərimiz artıq fərqlidir. Siz Rumuniyada xalqın səsi ilə qalib gələn insanı 9 hakim qərarı ilə hakimiyyətə buraxmırsınızsa, deməli demokratiyaya da inanmırsınız. Sizin öz maraqlarınız, dəyərlərinizi yeyib bitirib. Əgər hamı öz maraqları dalınca qaçırsa, Birləşmiş Ştatlar niyə də bunu etməməlidir? Və siyasətçi vurğulayır ki, dünyada son dövrlərdə ilk dəfədir ki, mübarizə ideoloji müstəviyə keçir. Avropa ölkələri öz dəyərlərinə, insan haqlarına geri dönməsələr, Birləşmiş Ştatlarla olan rəqabətə davam gətirməyib parçalanacaqlar. Yəni, Avropa Birliyi ayaqda qalması üçün təməl prinsiplərinə qayıtmalıdır deyə siyasətçi və iqtisadçı Natiq Cəfərli qeyd edib.